Tələbə vaxtı bir partiya getmişdim. Akşam vaxtıydı ama kızlarla. Patok kızlarıydı. O da gelmişti. Ama biz yemek yerdik, su içirdik. Suya nəsə qatışdırıb hiss eləmədim içine. Sonra bildim ki şəkillərimi çəkib şantaj eləyirdi. Sənə nəsə eləyir? Yok. Öyle şey olmuyor ancak şekil. Ayıldım gördüm ki paltarı yoktu. Dəqiq nəsə eləməyib sənə? Eləmeyeyim. Başladı şantaj eləməyə məni. Ancaq şəkil. Bunu indi deyərlər. Korktum. Çok tanıdım Xavər xanım. Qorxmalıydın da. İcazəsiz partilərə gedəndə qorxmalıydın da. Ben bilmirdim o el eləyəcək. Ben ona inanırdım. Nəsə istəyib, nə deyib, nəsə istəyib səndən? Ancaq pul. Nə qədər? Verdiyin bir şey. Hə, 2-3 dəfə vermişəm pulunu. Yaxşı, indi sən mən ata-ananın sən nə olacaq? Hə? Nə olacaq indi? Yalvarırım. Heç kim bilməsin Xavər xanım. Mən elə yaşaya bilmərəm, yalvarıram. Əlbəttə ki, heç nə deməyəcəm. Özümüz biabr olacağıq. Deyə bilərəm mən. Mənə bax. Bax, bir də sənə zəng eləsə, bir xəbər yollasa, mənim xəbərim olsun. Eşitdin? Eşitdin? Yaxşı. Məndən icazəsiz bir dənə hərəkət eləmirsən. Yaxşı. Başa düşdün? Yaxşı. Bəladə biz düşdük.